Zaman zaman digər insanların həyatına nəzər salırsınız və özünüzü onlarla müqayisə elədiyinizdə zehninizdən bu cür fikirlər keçir. Sanki hər kəsin həyatında hər şey yaxşıdır, hər kəs bacarıb, hər kəsin işi, gücü, münasibətləri qaydasındadır. Mən isə bacarmamışam. Sanki hər kəs xoşbəxtdir, məndə isə nələrsə alınmır. Hər kəs həyatında çox irəlidədir, mən isə sanki hər şey üçün çox gecikmişəm. Əgər bu sadaladığım düşüncələri özünüzdə müşahidə etmisinizsə, doğru videodasınız. Mən klinik psixoloq və psixoterapevt Aynur Həsənzadə bu gün sizinlə bu videoda sosial müqayisədən danışacağıq. Videoya keçməzdən öncə iki yeni xəbərimi sizinlə bölüşmək istəyirəm. İlk xəbərim budur ki, mən artıq Mayak Kliniki Psixologiya Mərkəzində fəaliyyətə başlamışam və artıq seanslarımız Mayakda həyata keçiriləcək. Yəni bu gördüyünüz gözəl məkanda. Və seanslara qeydiyyatdan keçmək üçün aşağıda qeyd elədiyim Mayak Kliniki Psixologiya Mərkəzinin qeydiyyat nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və ya mayakpsixologiya.com saytı vasitəsilə özünüz öz qeydiyyatınızı yarada bilərsiniz. İkinci xəbərim isə budur. Uzun bir müddətdir istər YouTube rəylərində, istər Instagramda sizin münasibətlərlə bağlı suallarınızı alıram ki, partnyorumdan həddindən artıq asılılıq yaşayıram, partnyorumun bir mesajıma gec cavab verməsi belə məni narahat eləyir, təşvişə salır, daim qısqanclıq, güvənsizlik, şübhələr, narahatlıqlar, qorxular yaşayıram və mən də bu cür çətinliklərə sahib olan fərdlər üçün Qorxmadan Sevməyi Öyrənmək adlı bir workshop yaratmışam. Workshopumuza qeydiyyat artıq açıqdır. Yenə də Mayakın qeydiyyat nömrəsi ilə əlaqə saxlayaraq workshopa qeydiyyatdan keçə bilərsiniz. İndi isə gəlin sosial müqayisə mövzusuna qayıdaq. Əslində özümüzü digər insanlarla müqayisə eləmək zaman-zaman bizim üçün faydalı ola bilər. Çünki bu zaman biz nə qədər inkişaf elədiyimizi, gəldiyimiz yolda hansı nöqtədə olduğumuzu ölçə bilərik. Yəni digərlərinin uğurları, həyat tərzi, nailiyyətləri bizim öz həyatımızla bağlı bir fikir, bir qənaətə gəlmək üçün bir ölçüm ola bilər. Həmçinin biz digər insanların həyat tərzinə, onların fəaliyyətlərinə baxaraq onlardan müəyyən qədər ilham ala bilərik, motivasiya ala bilərik, yeni fikirlər ala bilərik və bu baxımdan özümüzün olduğu nöqtəni digər insanlarla müqayisə eləmək əslində bizim üçün müəyyən qədər faydalı ola bilər. Bəs sosial müqayisə hansı hallarda zərərli ola bilər? İlk növbədə biz bəzən ədalətsiz müqayisə edirik. Bu ədalətsiz müqayisə iki halda baş verir. İlk olaraq biz özümüzü bizdən daha uğurlu, daha yetərli, daha bacarıqlı, daha tamamlanmış görünən insanlarla müqayisə edirik. Məsələn, mən 1-ci kurs tələbəsiyəm və özümü müqayisə elədiyim insan 4-cü kurs tələbəsidir. Yaxud da bir işə başlayırıq və bir işə yeni başladığımız halda özümüzü müqayisə elədiyimiz insan bu işi artıq 10 ildir görən birisidir. Yaxud da subayıq, amma özümüzü müqayisə elədiyimiz insan artıq münasibəti olan, yaxud da ailəli, övladları olan bir insan ola bilir. Bu cür müqayisələrdə gördüyünüz kimi iki insan arasında müəyyən qədər müqayisə olunan mövzu üzərində bir uçurum var. Bu səbəbdən də biz davamlı olaraq eyni nöqtədə olmadığımız insanlarla özümüzü müqayisə elədiyimiz zaman bu bir yerdən sonra təbii ki özümüzü yetərsiz, əksik, gecikmiş hiss eləməyimizə gətirib çıxara bilər. Buna görə də özümüzü müqayisə eləməli olduğumuz insanlar əsasən bizimlə eyni səviyyədə olan insanlardır. Təhsil səviyyəsi olaraq, bacarıqları olaraq, həyat tərzi olaraq bizimlə daha çox eyni nöqtədə olan insanlarla özümüzü müqayisə eləmək daha sağlam ola bilər. Lakin burada da yenə ədalətsiz bir müqayisə ola bilər. Bəzən biz bənzər nöqtələrdə olduğumuz insanlarla da özümüzü müqayisə edərkən özümüzün yalnızca əksik tərəflərinə, digər insanların isə daha tamamlanmış tərəflərinə fokuslana bilirik. Məsələn, mən özümü iş yoldaşımla müqayisə eləyirəm, amma müqayisə edərkən özümdə işdə yalnız əksik tərəflərimi, bacarmadığım tərəflərimi görürəm. İş yoldaşımın isə bacarıqlı olduğu, uğurlu olduğu tərəfləri yalnızca görürəm. Bu da təbii ki, özümüzdə yalnız mənfilərə fokuslanmağa və bir nöqtədən sonra əksik, yetərsiz hiss eləməyimizə səbəb olur. Növbəti olaraq isə biz adətən nəzərə almırıq ki, bəs bu insan mənim müqayisə elədiyim bu şeyi necə əldə eləyibdir? Biz sadəcə o insanların nələrisə əldə eləmiş final versiyalarını görürük. Məsələn, bir insan işdə hansısa mövzuda uğurludur, yaxud da onun münasibəti var. Sadəcə bu son versiyanı görür və özümüzdəki əksik tərəfi onun son versiyası ilə müqayisə edirik. Amma biz burada nəzərə almırıq ki, o insan bu şeyə nail olana qədər hansı yolu keçib.
O hansı arxa plandan gəlir, hansı həyat tərzindən gəlir, maddi mənəvi hansı statusdan gəlir, yaxud da onun həyatda yaşadığı şərtlər nələrdir, onun bir insan kimi fərdi, xarakterik, şəxsi xüsusiyyətləri nələrdir? Bunları nəzərə almadan yalnızca özümüzdəki mənfiləri onun müsbətləri ilə müqayisə eləyirik və əsasən də onun son halı ilə müqayisə eləyirik. Amma bu insan bu son hala gəlib çıxana qədər hansı yollardan keçib, bu son versiyanı hansı üsulla əldə eləyib, adətən bunu göz ardı eləyirik. Ona görə də öz olduğumuz vəziyyət bizə daha dəyərsiz, daha əksi, onun olduğu vəziyyət isə daha asan görünə bilir. Məsələn, bir insanın münasibəti var, uğurlu bir münasibəti var, mənim isə bir münasibətim yoxdur. Burada dərhal özümü yetərsiz görməyə başlaya bilərəm. Lakin gözdən qaçırdığımız məqam bəzən bu ola bilir ki, bəlkə də o insan da bu uğurlu münasibəti əldə eləyənə qədər çox tənhalıq təcrübəsi yaşamış ola bilər, yaxud da 3-4 uğursuz münasibətdən keçmiş ola bilər, çox ağrılar yaşamış ola bilər. Həmçinin eyni zamanda o insanın uşaqlıqdan gətirdiyi inancları, düşüncələri mənimkilərlə eyni olmaya bilər. Ona görə də onun münasibət seçimləri daha fərqli ola bilər. Məndə isə proses daha fərqli irəliləyə bilər. Bunların hamısını nəzərə almadan biz bəzən sadəcə gördüyümüz görüntü ilə, səhnənin ön planında gördüyümüz şeylə özümüzü müqayisə edirik, səhnənin arxa planında nələrin baş verdiyini isə düşünmürük. Sosial müqayisənin bir digər zərərli tətbiqi isə özümüzdə gördüyümüz əksiklikləri yaxud da uğursuzluqları şəxsi xüsusiyyətimiz kimi dəyərləndirməkdir. Məsələn, mən işimdə nə isə bacarmıramsa, bu mənim işimdə həmin şeyi bacarmadığım anlamına gələr, amma tamamilə uğursuz bir işçi olduğum anlamına gəlməz. Lakin biz özümüzü müqayisə elədiyimiz zaman digərlərinə uğurlu, bacarıqlı etiketini, özümüzə isə uğursuz, bacarıqsız etiketini, digərlərinə sevilən, özümüzə dəyərsiz etiketini yapışdıra bilirik. Bax, bu etiketlər də müqayisə zamanı özümüzə daha sərt, acımasız yanaşmağımıza gətirir, çıxarır. Digər bir gözdən qaçırdığımız məqam isə budur ki, xüsusilə də bu sosial şəbəkələr üzərindən elədiyimiz müqayisələrdə çox baş verir. Hansı ki, biz gözdən qaçırırıq ki, insanlar adətən sosial şəbəkələrdə özlərinin ən uğurlu olduqları, ən yaxşı olduqları, ən xoşbəxt hiss elədikləri anları çəkib paylaşırlar. Biz isə onları həmin storini, həmin göndərini izlədiyimiz versiyamızla müqayisə eləyirik. Məsələn, mən bu gün istirahət üçün özümə vaxt ayırmışam, bir anda sosial şəbəkəni açıram və baxıram ki, orada kimlərsə təlimlər keçiblər və sertifikat alırlar və avtomatik özümə diqqət eləyirəm. Hə, mən bu gün tənbəllik elədim, bax insanlar təlim alırlar. Amma yenə də bayaqki məsələyə qayıtsaq, arxa planda o insan da yenə istirahət elədiyi, hətta tənbəllik elədiyi anlara təbii ki, sahibdir, amma paylaşdığı tərəf həmin o təlimin sertifikatını aldığı nöqtədir. Yaxud da bir insan münasibətində təbii ki, mübahisələr də eləyə bilər, çətin bir anlardan, periodlardan da keçə bilər. Amma paylaşdığı bir nöqtə onun çox münasibətdə xoşbəxt olduğu, partnyoru ilə xoş bir vaxt keçirdiyi bir anıdır. Mən isə yalnızca bu görüntü üzərindən öz münasibətimi dəyərləndirdiyim və müqayisə elədiyim zaman ədalətsiz və reallığa uyğun olmayan bir müqayisəni həyata keçirmiş ola bilirəm. Eyni zamanda biri tətildən, bahalı bir hədiyyə aldığı bir andan görüntülər paylaşa bilər, bir digəri isə həmin anda maddi olaraq çətinlik çəkə bilər, kreditini ödəməyə hazırlaşa bilər. Amma bu o demək deyil ki, həmin paylaşımı eləyən insanın da maddi olaraq sıxıntılar çəkdiyi, çətinlik çəkdiyi anlar yoxdur. Digər bir gözdən qaçırdığımız məqam isə budur. Biz adətən özümüzü müqayisə eləyərkən diqqətimizi yalnız bizdən daha uğurlu, daha yetərli, daha xoşbəxt görünən insanlara yönəldirik və bu zaman bir ümumiləşdirmə xətası eləyirik. Sanki bu insan uğurludur düşüncəsindən çıxıb, hər kəs uğurludur, amma mən uğursuzam fikrinə qapıla bilirik. Yaxud da hər kəsin xoşbəxt bir münasibəti var, mənim isə xoşbəxt bir münasibətim yoxdur, mən isə tənhayam. Hər kəs çox yaxşı pullar qazanır, mən isə maddi çətinlikdəyəm kimi ümumiləşdirmə eləyə bilirik. Lakin reallıq budur ki, mən diqqətimi axı yalnızca məndən müəyyən hansısa bir baxımdan daha yetərli gördüyüm insana yönləndirdim və onu hər kəsə ümumiləşdirdim.
Amma eynən mənim kimi münasibəti olmayan, yaxud da maddi olaraq sıxıntıda olan, yaxud da bu ay heç bir təlim almamış insanlar da var. Sadəcə biz adətən onları göz ardı eləyir, daha uğurluları ümumiləşdiririk ki, bu da bizim özümüzü daha əksik, daha yetərsiz hiss eləməyimizə səbəb olur. Və son olaraq sosial vaxt illüziyasından da bəhs eləmək istəyirəm. Cəmiyyətin bəzi şeylər üçün sanki bizə, diktə elədiyi müəyyən bir vaxt periodları olur. Məsələn, 30 yaşa qədər mütləq evlənməlisən, bir uşağın dünyaya gəlməlidir. 25 yaşa qədər artıq bakalavr və magistrını bitirmiş olmalısan, 35 yaşa qədər evini almış olmalısan kimi müəyyən bir, periodları, vaxtları sanki bizə diktə eləyirlər və biz özümüzü cəmiyyətin bu gözləntiləri ilə müqayisə elədiyimiz zaman təbii ki, daha əksik, daha yetərsiz və gecikmiş hiss eləyə bilirik. Reallıq isə budur ki, hər bir insanın öz vaxtı var, öz həyatı var, öz yolu var, öz cığırı var və bu cığırda bizim qarşımıza nəyin nə zaman çıxacağı, yaxud da hansı uğuru hansı yaşda qazanacağımız tamamilə bizim həyatımızdan asılıdır. Dolayısıyla bütün bu danışdıqlarımızdan yola çıxaraq deyə bilərik ki, sosial müqayisə zaman-zaman faydalı ola bilər. Çünki bizə hansı nöqtədə olduğumuzu göstərir, inkişafımız üçün bizə təkan verir, motivasiya verir, bəzən ilham verir. Lakin biz sosial müqayisə eləyən zaman ədalətsiz bir müqayisə eləyiriksə, digərlərinin uğurlarını görüb özümüzün əksik tərəflərinə görə yalnız özümüzü tənqid eləyiriksə, bu artıq sosial müqayisənin bizə zərər vurmasına gətirib çıxarır. İnkişafı aparan sağlam müqayisə özümüzü kiçiltmədən, digərlərini də böyütmədən elədiyimiz real müqayisələrdir. Və ən əsası da şəxsiləşdirmədən, yəni öz şəxsiyyətimizi əksik, yetərsiz görmədən, sadəcə müəyyən bir davranışda, müəyyən bir bacarıqda əksikliyimizin olduğunu fərqinə vararaq elədiyimiz müqayisələrdir. Çünki bunlar çox fərqli cümlələrdir. Mən yetərsiz, zəif, əksik bir insanam deməklə mən bu işdə deyəsən yetərsiz oldum. Görəsən bunu daha yetərli bir şəkildə, daha uğurlu bir şəkildə həyata keçirmək üçün nələr əldə eləyə bilərəm deyə düşünmək çox fərqli iki cümlədir. Çox fərqli iki düşüncədir. Biri bizi inkişafdan saxlayır, davamlı olaraq özünü günahlandırmağa gətirir, çıxarır. Digəri isə bizə problem həlli üçün yollar təklif eləyir. Və eyni zamanda da müqayisə elədiyimiz şeylərin digər insanların həyatlarının sadəcə müəyyən bir parçası olduğunu da unutmamalıyıq. Az öncə də dediyim kimi, o insanın paylaşdığı yaxud da əldə elədiyi hər hansı bir nailiyyəti, uğuru onun bütün həyatı deyil. Onun da həyatında ayağının büdrədiyi, uğursuz olduğu, məyus olduğu nöqtələr mütləq ki var. Eynən mənim olduğu kimi. Çünki biz hər birimiz insanıq və bütün qalxışlar da, enişlər də, uğur da, uğursuzluq da insana məxsusdur. Buna görə də heç bir insanı ideallaşdırmadan, özümüzü də dəyərsizləşdirmədən real və özümüzə qarşı anlayışla müqayisələr etmək daha sağlam və inkişaf etdirici olacaqdır. Və son olaraq da çalışmalıyıq ki, əksərən müqayisənin obyektini dəyişdirək. Yəni hər zaman xaricdəki insanlarla, başqaları ilə deyil də özümüzü öz keçmiş versiyalarımızla müqayisə etmək çox daha faydalı və inkişaf etdirici olacaqdır. Bir il öncəki versiyamda mən hansı nöqtədə idim, nələri əldə elədim, nələrdə çətinlik çəkdim, bugünkü həyatımı daha yaxşı eləmək üçün, bir il sonra daha yaxşı bir nöqtədə olmaq üçün bugün nələri dəyişə bilərəm deyə düşünmək hər zaman çox daha faydalı olacaqdır. Və bilmək istəyərdim ki, bəs siz özünüzü ən çox həyatınızın hansı sferasında digərləri ilə müqayisə eləyirsiniz və bu sizə necə təsir eləyir? Bunu rəylərdə yazın. Məndən isə bugünlük bu qədər. Özünüzə çox yaxşı baxın, sevgi ilə qalın.